Bugün də çox gözəl, dəyərli bir həkim qonağımız var. İstəyirəm onu sizə təqdim edim. Tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi, həmçinin qidalanma üzrə mütəxəssis Turan Axundova bizlə bərabərdir. Xoş gəlmisiniz Turan xanım. Xoş gördük sizləri. Sizlərə uğurlar arzulayıram. Mən təşəkkür eləyirəm. İlk görüşümüzdür bugün Sağlam Gün ayda və Turan xanım Baku City Görüntüləmə Mərkəzi Gənclik metrosunun yaxınlığında yerləşən mərkəzdə çalışır. 10 illik təhsil, 20 illik iş təcrübəsi var. Minlərlə pasiyentin etimadını qazanan bir həkimimizdir. 2019-cu ildə ləmbliozla birgə rast gələn hepatit B xəstəliklərinin müasir diaqnostikası mövzusunda elmi dissertasiyasını müdafiə edib. 30-dan artıq beynəlxalq və yerli elmi konferans və seminarlarda iştirak edib, məruzəçi kimi çıxış edib. Hormonlar, infeksiyalar, parazitlər, göbələklər, bakterial infeksiyaların müayinəsini edir. Gastroenteroloji xəstəliklər, onkoloji xəstəliklər, uroloji xəstəliklər, uşaqlarda vitamin azlığı, anemiyalar, dəri xəstəlikləri, allergiyalar, bundan başqa ginekoloji müayinələrlə də bağlı ona müraciət edə bilərsiniz. Və bir xəbərim var, bizi Qazaxdan çox izləyirlər. Əziz Qazaxlılar, doğma Qazaxlılar, salamlayıram sizi. İnşallah Turan xanım 3, 4, 5 fevral tarixində Qazaxda pasiyent qəbulu elan edir və bir şad xəbərim var ki, konsultasiya ödənişsiz olacaq LabMed klinikasında. Yəni ünvanı soruşsaz, LabMed klinikasını qeyd eləyəcəm. İnşallah az qaldı, Turan xanım ora yollanır. Və hansı müayinələrlə bağlı müraciət edə bilərlər Turan xanım Qazaxda? Bütün müayinələr bizdə aparılır hal-hazırda. Sadəcə olaraq ən çox müraciətlərimiz parazitologiya bağlıdır. Çünki böyüklər də daxil olmaqla əsasən də uşaqlar təşkil edir ki, parazitoloji müayinələrə çox ehtiyacı olur və hər bir insan bu danılmazdır ki, parazitlə yoluxa bilərlər. Və bununla bağlı bütün diaqnozlarımız fəaliyyət göstərir və çox suallar gəlir, parazitlər necə yoxlansın, hansı təhlillərdə daha düzgün çıxır. Bunların cavablarının hamısını mən cavablandıracağım sizə suallarınızı.